Bugün sizlerle işçinin məzuniyyət haqqının hesablanması haqqında yeni bir məlumat bölüşəcəm. İlk növbədə gəlin görək necə hesablanır. Əvvəlcə işçinin 12 ay ərzində əldə etdiyi əmək haqqını toplayırıq. Hansı ki mən burada şərti rəqəmlər yazmışam. Daha sonra həmin 1 illik əmək haqqı məbləğini bölürük 12-yə, orta aylıq əmək haqqının məbləğini müəyyən edirik. Daha sonra isə 1 günlük əmək haqqının məbləğini müəyyən etmək üçün biz orta aylıq əmək haqqının məbləğini bölürük 30.4-ə. Niyə 30.4-ə bölürük? Bu qanunla müəyyən edilən bir qərardır. Bəzi aylar 30 gündən, bəziləri 31 gündən olduğu üçün 365-i 12-yə bölüb müəyyən edirlər. Daha sonra iş günlərinin sayını vururuq əldə etdiyimiz bir günlük əmək haqqının sayına və bununla da məzuniyyət haqqını müəyyən edirik. Lakin bu vergisiz məbləğdir və daha sonra gəlir vergisini, işsizlikdən sığorta, tibbi sığorta və DSMF-ni hesablayıb çıxdıqdan sonra net məbləğ 343 manat 74 qəpik olur və onu da qeyd edeyim ki, mənim hesabladığım bu əmək haqqı dövlət və neft sektorunda işləyən işçilər üçün nəzərdə tutulur